Alban irsinin erməniləşdirilməsi, bəli, bu həmişə eşitdiyimiz bir faktdır. Bəs bu hansı üsullarla həyata keçirilirdi? Bu sənədlərin saxtalaşdırılması yolu. Məsələn, 1898-ci ildə Ezov adlı, Gerasim Ezov adlı bir erməni müəllifinin Böyük Pyotrla əlaqələr adlı sənəd toplusu demək çap olunmuşdu, iri həcmli. Ora 305 sənəd daxil edilmişdi və özünün də 147 səhifəlik ön sözü var. Yəni o bir tədqiqatçı kimi. Həmin ön sözdə demək ki, Gerasim Ezov sənədləri başdan başa saxtalaşdırır. Halbuki həmin sənədlər Rusiya arxivlərində də saxlanılır. Hətta Münhen arxivlərindən də, Alman arxivlərində də orada sənədlər var ki, sənədlərin bəziləri latın dilindədir. O dövrün Avropanın aparıcı dili idi. Demək, latın dilində olan sənədlərə baxırıq, orada göstərilir ki, buradakı yerli demək xristianlar, demək 1703-cü ildə Pyotra müraciəti var. Yerli demək xristianların. Xristianlar göstərir ki, burada Gürcülər və ermənilərdən ibarət əhali yaşayır və onlarla əgər deyir İrəvan tutulsa, İrəvan qalası tutulsa, Gürcülər və ermənilər də birləşəcəkdir Rus qoşunlarına. Sizə kömək eləyəcək. Yəni Pyotru şirinləşdirmək üçün olan bir təklifdir. Lakin sənədin demək ki, latın dili variantında bu cürdür. Rus dilinə tərcümə olunmuş variantına baxırıq. Gerasim Ezov tərəfindən sənəd toplusunun içərisinə qoyulmuşdu. Həmin sənəd tərcümə olunur Gürcülər və Ermənistan əhalisi. Fikir verin, burada yenə də dövlətdən söhbət gedir, olmayan bir dövlətdən, yəni Armeniya adlandırılan bir dövlət qurumundan istifadə eləyirlər və yaxud da kifayət qədərdir. Yəni bu sənədlərin saxtalaşdırılması, tutaq ki, Alban Katolikosu Nerses tərəfindən 1-ci Pyotra məktub ünvanlanıbdır. O da kömək məqsədi ilə, yəni xristian olduğu üçün. Nerses orada Şirvan və Qarabağın demək ki, xristian məlikləri adından müraciət eləyir. Alban xristian məlikləri adından. Lakin məktubun rus dilinə Barsikov tərəfindən tərcüməsində gedir Şirvan və Qarabağın erməni əhalisi adından. Onların katolikosu Nerses. Halbuki Nerses orada Alban katolikosu olduğunu yazır. Yəni sənədlər kifayət qədər saxtalaşdırılmışdı. Əsas da Alban məsələsi ilə bağlı. 1724-cü ildə Alban məliklərinin ləzgi hücumlarından qorunması haqqında Pyotra, xristian olduqları üçün, yəni Pyotrdan kömək istəyirlər. Müraciəti var və orada yazır ki, biz deyir Albanıq, etnik cəhətdən utiyik, utilərik. Bunu isə tərcümə olunanda həmin o biz Albanıq, etnik cəhətdən utiyik. Bu sənəd tamamilə tərcümə olunmayıb, erməni dilində saxlanılır. Yəni tərcüməsi verilmir. Yəni başa düşürlər ki, bunu erməni dilində heç kim oxumayacaq. İkinci Yekaterina ünvanlanan sənəddə isə deyir ki, biz Albanıq, Arşaki nəslindənik, qədim Arşakiləri. Onu isə verir erməni rəisləri nəslindənik, məktubun tərcüməsində. Yəni bunlar kifayət qədərdir. Amma həmin dövrün təkcə erməni dilli sənədləri deyil, fars dilli sənədləri də çox köməyimizə gəlir. Çünki fars dilli sənədləri bir erməni demək ki, şərqşünası var, Kristina Kastikyan. Onun tərcüməsində necə ki, Papazyanın vaxtı ilə Səfəvi dövrü sənədləri var, alqı-satqı sənədləridir bunlar bildiyimiz kimi. Üç kilsənin alqı-satqı sənədləridir. Bu sənədlərin davamını Kristina Kastikyan tərcümə eləyib. İngilis dilinə, fars dilindən İngilis və erməni dilinə tərcümə eləyibdir. Yəni bu sənədlər rus dilində deyil. Burada isə demək ki, istər son Səfəvi hökmdarlarının olsun, o cümlədən Şah Sultan Hüseynin, 2-ci Təhmasibin və Nadir xanın, həmçinin Nadir Şahın dövründə tərtib olunan sənədlərdir. Sənədlərin heç bir yerində, yəni onların şahın fərman və buyruqları var. Əhalidən vergi yığılması haqqında, orduya çağırılma haqqında, o cümlədən Qarabağın məlikləri ilə bağlı var və o məliklərin neçə evdən ibarət olması, nə qədər əhali yaşaması. Məliklərə müraciətdə məliklərin adı ilə müraciət olunur. Məliklərin əksəriyyətinin adı müsəlman adıdır. Pir Hüseyin gedir, bildiyinizdən Yeğanın nəsli var. Bunların hamısına öz adı ilə müraciət olunur. Yəni bunu əgər Kristina Kastikyan sənədləri manipulyasiya eləsəydi, hökmən ora nə yazmalı idi? Erməni Pir Hüseyin yazmalı idi, amma eləməyib. Çünki sənədləri arxada təqdim etdiyi üçün sənədləri saxtalaşdıra bilməyibdir. Yəni onlar hardasa 2008-ci ilin tədqiqatlarıdır. Amma tutaq ki, həmin sənədləri haqqında danışan digər erməni tarixçisi var, Barsikov var, müasir dövr tarixçilərindən danışıram. Vaxtilə Sovet dövrü Yannesyan tərəfindən də çox manipulyasiya olunubdur. Bu sənədlər haqqında danışanda hökmən ora bir erməni sözü qoyur. Halbuki sənəddə heç birində erməni sözü yoxdur. Yəni dövrün həm fars dilli sənədləri, həm rus dilli arxiv sənədləri və Rusiyada saxlanılan erməni dilli sənədlər, o cümlədən ermənilərin özünün, məsələn, Cambır adlı İrəvan xanlığının vəziri olmuş, İrəvan xanlığının dövründə demək ki, kilsənin
Semyon İrəvanlı üç kilsənin demək katolikosu olmuş. Onun Cambır adlı əsəri var. Əsərin rus dilinə tərcüməsi də mövcuddur. Təbii ki, Sovet dövründə çıxan erməni dilində olan variantı da mövcuddur və müasir dövrdə də erməni dilində olan variantı internet səhifələrində yerləşdirilir. Lakin mən onun Sovet dövrü olan erməni dilində olan variantının çap variantını əldə etmişəm. Demək ki, onun erməni dilində olan variantına baxdıqda rus dilində və yaxud müasir erməni dilində olan variantı ilə nə qədər fərqi olduğunu görürük. Burada tutaq ki, Semyon İrəvanlı üç kilsə katolikosu idi və İrəvan xanlığında tutaq ki, baş verən hadisələr, bölgələrin adı, yerlərin adı hamısı Azərbaycan türkçəsində olduğu kimi erməni əlifbası ilə verilir. Lakin bu əsərlər rus dilinə tərcümədə tamamilə tərcümə olunur, dəyişdirilir və orada yenə deyim ki, Qarabağın, Zəngəzurun məlikləri, Alban məliklərinin adları olduğu kimi verilir. Yəni bu adlar baxırıq ki, hamısı ermənidən çox, xüsusilə qədim Alban adını daşıyıcılardır və müsəlman türk adları da burada kifayət qədərdir. Özünüzə qüvvət Talış kəndinin Talış əsasını Gülüstan qoyan Məlik Usuf. Bəli, Məlik Yusifdir. Usuf da gedir, Yusif də gedir. Bilir ki, bu Yusif adından, Yozərsif adından gəlir. Və yaxud Yesayi, Həsən Cəlal, həmin Yesayi də İsa sözünün təhrif olunmuş formasında bildiyimiz kimi həm İsa deyilir Həsənə, həm də Həsən deyilir, iki adı ilə təqdim olunur. Yəni bu adları kifayət qədər onlar özününküləşdirə bilirlər. Yəni adları dəyişə bilirlər. Sonra qeyd edim ki, Alban türkləri ifadəsi var, yəni erməni dilində olan məktub. Alban türkləri ifadəsini müsəlman türkləri tərcümə eləyiblər. Yəni Alban sözünü oradan çıxarıblar. Hər zaman o Alban məsələsini ört-basdır etməyə və onları erməniləşdirməyə daha çox cəhd olunur.